Yanvarın 31-də Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyana zəng edib. Yeni media xəbər verir ki, söhbət zamanı Azərbaycanla İran arasında münasibətlərin dostluq, qardaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslandığı vurğulanıb. Həmçinin xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib. Telefon danışığı əsnasında İran prezidentinin Azərbaycana səfərləri, dövlət başçısının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb. Bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafik uyğun aparıldığı söylənilib. Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib. O, ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Prezident Məsud Pezeşkiyan Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.